Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla siz aziz yoldaşlara, sırdaşlara selam arz edirəm. Bugün 26 Ağustos günü demək olar bütün Türk Müslümanlara 1071-ci ili Malazgirdin Zəfər gününü bütün Türk Müslümanlara təbrik deyirəm. Demək olar ki, milli məktəbimizdən, Azərbaycanın Təbrizin milli məktəbindən istəyirəm sizinlə neçə konuda, neçə mətləb demək olar paylaşam. Əzizlər, Türk müsəlmanlar dünyanın birinci savaşında yenildilər. Türk müsəlmanlar dünyanın ikinci savaşında da yenildiler. Ama dünyanın üçüncü savaşı olsa Türk Müslümanların gələcəyi necə olacaqdı? Demək olar ki, Türklərin birləşməsi İslam aləminin birləşməsinə bir ön giriş sayılır. Yəni demək olar ki, İslam aləminin birləşməsi Türk aləminin birləşməsindən keçir. Biz yenilməkdən danışanda, yəni Türk müsəlmanlar Osmanlı zamanında, Qacar zamanında səlibilərdən ki yenildilər, o yenilməkdən danışanda təkcə bir sadə bir yenilməyə biz dayanmamalıyıq. Niyə ki? Osmanlıların yenilməsi, Qacarın yenilməsi, İslamın və Turanın yenilməsi və səliblər qələbə çalması təkcə bir sadə yenilmək deyildi. Buna görə ki, bu yenilmək çox vüsətli, geniş, bütün demək olar sahələrdə, təsəvvüra çatmayan sahələrdə, nizamidə, siyasidə, fəlsəfidə, məktəbdə, hüviyyətidə, ekonomidə, culturalda, etiqad baxımından demək olar bütün sahələrdə Türk müsəlmanlara bir yenilmək sayılırdı. Demək olar bu yenilmək Türklərin bütün o mirasını və Türklərin, Turanlıların bütün o minillik çərçəbəsini və demək olar ki, onların o tarixdə minillik min illər əqlaniyyətə əl tapmağın müəllifələrini laxlatmağı bu yenilmək səbəb olur. Ona görə biz bu istilahlara, bu kələmələrə çox sadə və yüngül və dayaz baxmamalıyıq. Bu yenilmək bütün sahələrdə olubdur və bu yenilməyi istəyək qarşısını almağa bütün sahələrdə bizim teorimiz və sözümüz və əməlimiz olmalıdır. Bu yenilmək bir dənə sadəcə idmançının ya vərziş eləyənin bir yarışda yenilməyinə oxşamır. Ya təkcə bir dənə quru ağacı sındırmağın yenilməyinə oxşamır. Demək olar ki, bu yenilmək bütün İslam aləminin, bütün Türk aləminin səlibilərin əlindən, vasitəsindən yenilməkdən danışılır. Ona görədir ki, biz gərək fəlsəfi yorumlar ortalığa qoyaq. Bu fəlsəfi yorumlarla eləyə bilər ülgülər, paradigmlar, örnəklər yaralda bilər ki, bu fəlsəfi yorumlarla tərsə düşüncənin kökünü tapaq və o kökü
qurudaq və o tərsə düşüncədən özümüzü qurtaraq. Yəni o yenilməyin kökü tərsə düşüncədə gizlənibdir. O tərsə düşüncənin demək olar biz kökünü tapmalıyıq. Xub bu tərsə düşüncənin kökü səlibilərin dünya görəvi, səlibilərin fəlsəfələri, onların hikmətləri, onların insanlara baxışlarıdır ki, mühəndisi olunmuş bütün zehniyyətlərdə və türk müsəlman zehniyyətlərində onu doldurublar. Ona görədir ki, türklər və onların ziyalı insanları, onların yazarları, onların təhsil eləyənləri, onların oxuyanları görürsən ki, çox kəj düşünürlər. Yəni bu tərsə düşüncənin içində demək olar bunlar yaşayırlar. Niyə ki bunlar nə qədər də mütaliə eləyirlər, nə qədər də kitablara baxırlar, nə qədər də oxuyurlar, getdikcə oxuduqlarını çoxaltdıqca o tərsə düşüncənin batlağına girirlər, çıxırlar. Niyə? O kitablar, mənbələr demək olar həmanlardılar ki, səlibilər öz dünya görəvini bütün türk müsəlmanların içində yayıblar. Bu birinci konuydu ki, sizinlə danışmalıydım. İkincisi budur ki, İran şəhri məcusi, səlibi, şeytani, tağuti, şuubi bir düşüncə olaraq çox mürəkkəb, özəl məharət ilə bizim cavanlarımızı, gənclərimizi və türk toplumunu bu 200 ilin içində bütün məğzilərini yuyub və bu məğziləri və bu beyinləri boşaldıb və bizim bu beyinlərin içinə tərsə düşüncəni doldurubdur. Bu demək olar ki, bu beyinləri qatışdırmaq və bu qondarma şeyləri ora soxuşdurmaq və yerləşdirmək bizi o milli irfana, milli siyasətə, milli əxlaqa, milli hikmətə, milli İslama və demək olar ki, milli hikmətə çatmağa çox bizim yolumuzu çətinlədibdir. Axı o demək olar mərifətlər milliləşəndə biz eləyə bilirik ki, o tərsə düşüncədən özümüzü qurtarıq. Bizə görəv, bizə risalət və ən böyük vəzifə burada nə ola bilər? Bu ola bilər ki, biz getdikcə onların toxuduqlarını neyniyək? Pambıq eləyək və öz xalqımıza, öz cavanlarımıza, öz ziyalı insanlarımıza onları göstərək. Bu sahəyə siz baxanda görürsünüz ki, bir dənə doğru, düzgün bir ziyalı, bir yazar, bir düşünər, bir mütəfəkkir insan siz tapanmırsınız. Görürsünüz vardılar, yazırlar, pozurlar. Bunlar o qədər adət eləyiblər yazmağa, görürsən kitabı çap eləməyə, da kitab yazmaq və kitab çap eləmək bir qeyri-fəlsəfi xəttidə getmək, çizgidə getmək bunlara bir adət olubdur və bu adətin içindən demək olar bunlar çıxanmırlar. Hətta bu tüylərin öz içində olan yazarlar da ki, özlərinə tarix yazırlar, o tarixi də elə tarix çıxaldırlar eşiyə ki, bu tarixin içində səlibi, qərbi məktəbinin fəlsəfəsi və onun zehniyyətləri, onların nasyonalizmləri görürsünüz ki, görsənir. Xub, onların nasyonalizmləri zaten bir ziddi İslami bir düşüncədir. Amma siz bu metodu bu tarixin içində görürsünüz. Yəni bunlar nə qədər yazdıqca öz düşüncələrinin əleyhlərinə yazırlar. Yəni belə düşünürlər ki, elə bir düz yolu və doğru düzgün yolu gedirlər. Amma çün oradan onların düşüncələrindən, onların mütəfəkkirlərindən, onların metodlarından yararlanırlar və bəhrə aparırlar və onları gətirirlər bizim tariximizin içinə soxurlar və o əsasda tarixlərini yazırlar
kullu men cavaze haddah inqələbə zidduh. Hər şey ki öz həddindən çıxır, öz ziddinə çönür də, o ərəbi məsəldir. Bu öz ziddinə çönür. Yəni bunun yazdığı tarix də bunun əlindən yapışıb onu bir yerə çatdıramır. Ona görə siz baxırsınız ki, bu İran şəhrilər, bu qondarma işləri ilə, bu cəli işləri ilə məşrutiyə baxanda da o ziddi türk məşrutə ki, milli məşrutənin qabağındaydı və Qacar özü öz qüdrətini məhdudlaşdırırdı. O qullabi məşrutəyə bir inqilabi məşruiyyət qazandırırlar. Halbuki məşrutə özü zatən bir dənə qeyri-inqilabi bir dənə qavramdır, bir dənə məqulədir ki, eləyə bilənməz inqilabi təriflər götürsün. Hətta o istibdadı ki, Qacar dövrəsində var idi. Biz artırmalıyıq ki, bizim iki cür istibdadımız var. Bir təbii, bir qeyri-təbii. Qeyri-təbii odur ki, bir diktator onu yaraldır. Təbii odur ki, bir nizamın və bir sistemin, bir sünnətin içində sən o istibdada sahibsən. Yaxşı, istibdadı da ki, Qacar dövrəsində vardı. Demək olar bir sünnəti, dehqani sistemin idaməsində olan, o zamanədə olmuş olan bir istibdadı ki, bir zəncir kimin bütün ölkələri, bütün bölgələri bir-birinə qıfıllamışdır. Siz bu təbii istibdadı Çində, Hindidə, Əfqanistanda, Ərəqdə, Rusiyədə, Pakistanda görürdünüz ki, o sistemlə və o nizamla neynidilər? Dolanırdılar. Bunlar o sünnəti və dehqani bir sistem hələ sənətə əl tapmamışdı Avropa kimin. Çünki Avropa tez bunlardan sənətə əl tapdı və sənətə əl tapmaqla neynədi? Kapital sisteminin içinə girdi. O yatırım və sərmayə və kapital sistemini Avropa bizdən neynədi? Tez aldı. Ona görə sünnəti və dehqani bir sistem bir gündə eləyə bilənməz şey sərmayedari və kapital sisteminin içinə girsin. Buna görə idi ki, Nasirəddin Şahı Qacari Təbrizi belə düşünürdü və deyirdi ki, məşrutə bir sürəcdir, bir prosədir. Yəni bir günlük bir kala deyir ki, mən götürəm buradan, götürəm qoyam bu tərəfə, bir ani buna neyniyəm? Sizə verəm. Buna zaman lazım idi. Üçüncü konu ki, istəyirəm ki, ona toxunam, əzizlər, budur ki, Yahudlar, Cühudlər həmən Məsihiyyətin qolçağı olaraq bu aləmdə belə nəzərə gəlir ki, çox sərgərdanlıqda yaşayırlar və onları İslam aləminin qabağına belə itirməkdə və ötürməkdə və demək olar ki, İslam aləmi ilə bunları bu savaşa gətirməkdə və Məsihiyyət o arxa planda gizlənməkdə Yahudiyyət və Cühudlər bunu düşünməlidirlər. Əlbət, Yahudilər tarix boyu Beytülmüqəddəsin fəthində Səlahəddin Əyyubiyə yardım etdilər. Və o yardım ola bilər ki, hələ bu Məsihilərin ürəklərində, onların beyinlərində bir kinə olaraq qalıb və onlara planlaşdırırlar ki, onları müsəlmanların qabaqlarına neynəsinlər? Ötürsünlər. Çoxlu uğurlar bizə olmalıdır ki, müsəlmanlar eləyə biliblər öz dinlərini və öz dillərini bu zamana kimin qorusunlar. Yəni, müsəlmanlar öz kimliklərini dildə və dində bütün millətlər ki, bunların içində yaşayıblar, qoruyublar. Əgər qorumasaydılar, tarix boyu bunlar aradan gedib və məhv olacaqdılar. Təəssüflər olsun ki, müsəlman ölkələri öz işlərindəki olan məsələlərdən hələ başlarını qaldıramırlar. Hələ bunların hakimləri öz millətlərinə düşmən gözü ilə baxırlar. Öz millətlərini, öz insanlarını, öz şəhərvəndilərini qırırlar və demək olar ki, bu baxışıq düzəlməsə, yəni öz millətlərinə bir şəhərvənd olaraq, bir insan olaraq ki, haqq sahibləridirlər, baxmayalar, bunlar İsrailin qabağında hər zaman aciz
qalacaqlar. Niyə ki bunlar millətlərini düşmən sayırlar. Bu da üçüncü konuydu ki mən buna toxunmalıydım. Dördüncüsü budur ki əzizlər, şuubiyyə hələ-hələdir o qondarma və cəhəl işlərindən əl götürmür. Görürsünüz ki, indi Milli Kitabxananın elə tarix yazırlar ki, elə bir Rızaxan bunu düzəldib. Əzizlər, bizim Milli Kitabxanamız Müzəffərəddin Şah zamanı düzəlibdir. Görürsünüz ki, Darülfünunu mədrəsə adlandırırlar. Əzizlər, Darülfünun bir dənə universitet idi, bir dənə danışgah idi. Bunlar Qacarın o xidmətlərini dəyərsizləndirmək üçün gəlirlər Darülfünun kimin bir dənə universitəni, bir dənə danışgahı mədrəsə səviyyəsinə neynirlər, yendirirlər. Bu həmən tərsə düşüncə. Biz bu tərsə düşüncənin içinə düşməməliyik. Bu tərsə düşüncədir ki, türkləri gic eləyibdir və buna oxşar örnəklər ki, çoxlu vermək olar ki, bunlar mühəndis eləyirlər, hey ortalığa qoyurlar və demək olar ki, bu tərsə düşüncəni türklərin zehniyyətində, əqlaniyyətində, beyinlərində bunu yerləşdirirlər. Elə təbliğ edirlər, elə yaraldırlar ki, elə bir bu demək olar danışgahı, universitəni birinci dəfə Rızaxan gətiribdir. Əzizlər, danışgah, universitet birinci dəfə Qacar zamanı, türk müsəlmanlar hakimiyyəti zamanı ki, bunlar modern dünya ilə barışdılar. Dünyanın modern o dəyişikliklərini hiss elədilər, gəldilər Behdaşda, təlim-i tərbiyyətdə, orduda özləri o dəyişikliklərə, islahata əl apardılar. Bunlar onu da düşünmüşlər ki, topluma danışgah lazımdır və danışgahı neynəməlidirlər, qabağa aparmalıdırlar. Ona görədir ki, hətta bizim türk ziyalı insanlarımız da düşürlər bu tərsə düşüncənin içinə, elə Darülfünuna da mədrəsə deyirlər. Bura mədrəsə deyil, bura danışgahdır. Milli Kitabxana da elə Müzəffərəddin Şah zamanı düzəlibdir. Axırıncı konu istəyirəm Zəngəzur koridoru ilə bağlı sizinlə danışam. Əzizlər, dünyanın böyük savaşları koridorlar üstündə olur. Su üstündə olacaq və biz bunlara hazırlıq yapmalıyıq. Demək olar Zəngəzur koridoru təkcə Təbrizin və Azərbaycanın bazarını fırlatmayacaqdır. Bu sülh yolu, bu barışıq yolu, bu bir ekonomi bir yol olaraq bütün Avropanın iqtisadı, Asiyanın və Türk dünyasının və İslam aləminin demək olar ki, bir həyati bir yoludur. Demək olar bunun ekonomisində çoxlu etkiləri olacaqdır. Amma Amerikanın gəlməsi və ermənilərlə 99 il anlaşmaya keçməsi belə nəzərə gəlir, belə düşünmək olur ki, elə səlibilərin o siyasətləri hələ davam edir. Niyə ki, bu gələcəkdə ola bilsin ki, Türkün orada kontrola çəkməsini, Türkü orada məhar eləməsində bunlar neynəsinlər, çalışsınlar. Buna artırmaq olar ki, İranda da bu ziddi ərəb, ziddi İslam və ziddi Türk demək olar strateji və siyasət hələ bəlkə də davam eləsin. Ola bilsin ki, bu bir dənə yüngül və dayaz zəfər bizə sayılsın. Amma gələcəkdə dərin baxmaqda demək olar ki, ola bilər Amerika gəlsin, Türk dünyasının birləşməsini bu 99 il anlaşma ilə qabağını alsın. Və bu siyasətdən gələcəkdə, yəni Amerikanın siyasətindən Məsihiyyət aləmi də buna dəstək olar. Ortodoks Məsihiyyəti və Ruslar da və bütün aləm də gələrlər buna dəstək olarlar. Əgər ermənilər Məsihi olmasaydılar, yəni Ermənistan Məsihi olmasaydı, Amerika eləyə bilməzdi bu sadəlikdə bu 99 illik anlaşmanı onlarla imzalasın. İslam aləmində ayrılıq salmaq, təfrəqə o qədər
dərinləşibdir ki, iki dənə ölkə Azərbaycan və Məhrusə məmaliki, yəni İran çoxlu şiə olaraq və müsəlman olaraq, türk olaraq eləyə bilənmədilər. Məsihiyyət aləminin qabağında, masonların qabağında birləşsinlər. Sağ olasınız, gələn görüşə qədər.